Qurbağa ilə zobun müalicəsini, bilməm, bunu kim ixtira edib deyəcəm. Bu Çindən gələndir. Ancaq tətbiq edir? Çindən gələn metod, ancaq Azərbaycanda bu 100 illərdir var. Elmi şəkildə yox. Yəni bu 100 illərdir Azərbaycanda var. İndi mən bunu elmi şəklini gətirmişəm, elmi formada gətirmişəm, müasirləşdirmişəm. Amma bizə desən 100 illərdir var, belə çox yaygın deyildi də. Yox, yaygın deyildi. Amma məsələn Çində yaygın idi. Yox, orada yaygın idi. Təbii ki, yaygın idi. Orada da əvvəl elmi şəkildə olmayıb, sonra dayandılar. Heç elmi də gedənmir. Məsələn, bütün dünyada qurbağa, arı, zəli 45%-dən o tərəfə getmir. Öyrənilmək. Mən hər zaman deyirəm, tək arı öyrənilsə, xərçəngdən adam ölmür. Tək arı tam öyrənilsə, arı zəhəri, axırıncı məlumat deyil, dedim də o günü. İngiltərədə xərçəngə qarşı alınan ən güclü dərman arı zəhərindən alınır. Arı zəhəri. Arı zəhərindən alınır. O elə bir arı sancağında xeyir olur. O zəhər əlbəttə ki. Seyfəddin doktor ilə arı ilə müalicə Elə var edirdi. axı o sancağında eləsi var ki, bir də görsə dünyasında. Yox, o başqa. Yox, o başqa arılardır. O başqa. Yox, ondan başqa da sən onu yoxlamalısın. Seyfəddin doktordakı müalicəvi arılardır. Yəni, yaxşı arılardır. Tamaşaçılarımız da, bəlkə də bilməyənlər var. Deməli, əziz tamaşaçılarımız, bunlarda yaban arıları var, çöl arıları